Salam, belə bir suala baxaq. Burada deyir ki, 4p1 orbitalında olan bu elektrona aid xüsusiyyətlər hansılar doğrudur? 4p1. Birincidə bizə deyir ki, n dəyəri 4-dür. Yəni, burada n nədir? N baş kvant ədədidir. Baş kvant ədədi bu qarşıda yazılandır. Yəni, burada baş kvant ədədimizin qiyməti n 4-ə bərabərdir. Birinci doğrudur. İkincidə deyir ki, L dəyəri 1-dir. Yəni, L isə orbital kvant ədədidir ki, bu da bu hərflərdir, yəni P-dir. S yarım səviyyəsində L 0-a bərabərdir. P-də 1-ə bərabərdir. D-də 2-ə bərabərdir. F-də də 3-ə bərabərdir. Bizdə də P olduğu üçün burada L-in qiyməti gör ki, P-də 1-ə bərabərdir. Yəni, ikinci də doğrudur. Üçüncü, ML bərabərdir -1, 0, müsbət 1-dir deyir. Demək, P orbital bizdə 4p1-dir. P orbitalında, yəni P yarım səviyyəsində, P orbitalında belə deyək, 3 orbitalımız var və bu -1, 0, müsbət 1 şəklində olur. S-də 0-a bərabərdir. P-də -1, 0, müsbət 1-dir. D orbitalında, D yarım səviyyəsində belə deyək, 5 orbitalımız var. Bu isə -2, -1, 0, müsbət 1, müsbət 2-dir. Yəni, biz indi hal-hazırda söhbət P yarım səviyyəsinə getdiyi üçün burada gördük, hər orbitala bir dənə. Bura -1, 0, müsbət 1 şəklində olur. Yəni, üçüncü də doğrudur. Və ən sonuncu, dördüncü. MS dedikdə isə, tutaq ki, burada biz 4p1 deyiriksə, p1-i yazsaq, bir dənə elektronumuz var. Bu olur müsbət 2-də 1. Yəni, oxumuz yuxarı istiqamətdə olanda olur müsbət 2-də 1, aşağı istiqamətdə olsa olur -2-də 1. İndi burada P1-dir, P-də bir dənə elektron var deyə, oxumuz yuxarı istiqamətə baxırsa müsbət 2-də 1 olur. Onu dördüncü də doğrudur. Yəni, burada bütün ifadələr doğrudur. Cavab olur Y variantı.